Здравствуйте, девушки! Как дела? Мне хорошо, спасибо. Я просто чуть-чуть болеет, потому что мне голова болит, потому что у меня есть гормолит, у меня есть мигрень, у меня есть остеохондроз, у меня есть протузия. Tez здоровыш inşallah. Dedim ki, bu dəfə də rus dilində çıxış eləyim. Alınmadı ki, alınmadı dedim. Elə en yaxşısı dədə baba qaydası ilə öz dilimizdə danışım. Necəsiz qızlar? Bu arada diyaları qatdalamama fikir verməyin. Bu mənim həmişəki halımdır. Hələ onu qatdalamışamsa, o mənim üçün böyük bir şeydir. Hə, nə tərsiz, nə var, nə yox. Baxdım, gördüm 17-18 gündür ay qız videozot paylaşmıram. Bir arada mənə bir tərpədin də, bir yorumdan zaddan yazdım, bir yadıma düşsün. Getdim fizioterapiya, ora bura, başım qarışdı. Üstünüzə sağlıq. Biraz ona görə videolarım gecikdi. Amma baxdım ki, artıq çoxdandır video paylaşmıram və bu dəfə uzun bir video paylaşdım. Bəli, o qədər dediniz ki, uzun video paylaş. Düz sizə nə az, nə çox yarım saata yaxın video paylaşmışam. Burada kızımın beşiğini artıq 7-6 ildir ki, bu beşik bizim kravatın yanında birləşikdir, bezmişəm artıq və artıq qızımla onun otağına keçməyə qərar vermişik. Ara sıra onun otağında yatırıq, ara sıra burada yatırıq. Ona görə bu beşiği biraz sürüyüb bu tərəfə, divar tərəfə çəkmək istədim. Beşiği də o qədər sürmüşəm ki, altı taxtası qırılıbdı. Həm də o günlərim çıxdım üstünə. Ay qız, adama deyərlər beşik sən ağırlığında adamı daşıyandı. Çıxdım üstünə pərdəni düzəltməyə, çaq elədi, qırıldı. Öz də elə yerdən qırılıb ki, onu düzəltmək də qeyri-mümkündür. Ona görə altına taxtadan zaddan düzürəm, bir təhər idarə eləyəcəm. Çünki atmağa əlim gəlmir, hələ ikinci uşağı da bura yerləşdirmək istəyirəm. Burada gözünüzü yuma bilərsiniz. Neyiniyim ay qız, bunu qaldıra bilmirəm də, o qədər ağırdır ki, çamadanlarımın içinə mən qışlıq paltarları düzürəm, həmişə yay və yaxud da qış belə paltarları düzürəm. Mənə ən rahat bu çantanın içinə qoymaq gəlir. Çamadan daha doğrusu, çanta deyə qalmışam. Hə, ona görə də bu çamadanı ora-bura daşıyıram. Bugün dediyim kimi uzun video olacaq. Həm hamam otağını dibdən təmizləyirəm, həm də bütün otaqları təmizləyəcəm inşallah. Yenə də bilirəm ki, mən təmizliyim çoxlarının xoşuna gəlməyəcək. Heç özümün də sözünüzü çox ürəyimcə olmur, amma yəni bunu elədiyimə sevinirəm, şükür eləyirəm. Əsas odur ki, az da olsa, yüngülvari də olsa təmizlik eləyirəm. Bu mənim üçün böyük bir şeydir. Bəli, buraları biraz təmizləyirik, səlqəyə salırıq. Deyirsiniz ki, Lalə, biraz tez-tez video çək, tez-tez videolar paylaş, nə bilim, uzun videolar paylaş. Ay bacıları, gərək bu evi təmizləyəm ki, paylaşam da. Təmizləməyəndən sonra nə çəkim paylaşam. Mən video paylaşmıramsa, deməli, bilin ki, orada bacınız elə-belə də evə sığal çəkir, yəni təmizlik eləmir dibdən. Burada da qızım gəldi. Bu gün qızımı məktəbə göndərməmişdim. Biraz qarnı narahat idi, ona görə göndərmədim. Havada yağışlı idi. Onun saçını zadını düzəldirik. Sonra da öz saçımın qabağını belə yığıram. Mən əvvəllər saçımı çox yığırdım qızlar. Yəni saçım demək olar ki, açıq qalmırdı da. İndi bilirəm, çox adam yazır ki, ev işində saçı açıq gəzirsiniz, zat belə elə. Yəni mən əvvəllər heç vaxt saçım açıq olmurdu. Amma həmişə də istəyirdim ki, saçım açıq olsun da. Yəni bilmirəm niyəsə həmişə sevirdim onu. Sadəcə səbrim çatmırdı saçımı açıq qoymağa. Sonra özümü məcbur elədim. Sən demə həqiqətən də o vərdiş imiş. Özümü məcbur elədim, bunu vərdiş halına gətirdim. Saçı açıq evdə gəzməyə. Saçımı əvvəllər topuzluyurdum, yuxarıdan yığırdım. Belə baxımsız görsənir də insan. Amma saçımı belə qəşəng yuyuram, darayıram, fenləyirəm, açıram. Özümə baxanda hər belə kaldırdan o tərəf bu tərəfə gedəndə bir güzgüdən özümə baxanda onda sevinirəm. Ona görə mənə deməyin ki, saçın niyə açıqdır, zat belə elə. Hər nəysə, indi də keçdim qızımın otağına. Dediyim kimi burada yatırıq. Ona görə artıq buralar da pis günə düşür arada. Elə də arada deyirəm ki, güya buranın heç yaxşı olduğu gün olur ki, heç evin yaxşı olduğu gün olur ki. Nəysə, burada ədyallar zadı qatlayıram. Burada həmişə paltar olur da, bilmirəm niyə. Mən özümdə gəlib burada paltarlarımı çox vaxtda qoyuram. Qızım da burada dəyişir. O qədər paltarlar olur ki, burada çirkli və təmiz paltarları ayırıram. Təmizləri qatlayıb qoyacam şkafa, çirkliləri atacam paltar yuyan maşına. Qızlar, bu kravatı bir 7 il əvvəl bu evə köçəndə sifariş eləmişdik. O vaxtda mebelimiz də başqaydı, yəni şkafı deyirəm başqaydı və kravatların ikisi də o dekor olan tərəfdən yan-yanaydı da belə. Biraz araları var idi. Oradakı şkafı satdım, başqa şkaf aldım. İndi bu kravatları belə bu cür qoydum. Yəni
pəncərə tərəfdən qoymuşam. Amma burada görürsüz radiator var. Onu mənə düzdür, çox adam deyir. Özüm də narahat oluram. Düzdür, indi storda yatan yoxdur. Hələ heç ikinci uşaq da yoxdur. Amma gələcəkdə mən bilmirəm ki, o 2 kravat olsa, o radiatoru mən hara daşıyam. Çünki artıq necə deyim, digər tərəf pəncərədir. Bu biri tərəfdə də şkaf var. Yəni başqa ağlıma bir yer gəlmir ki, onu neynim. Və eşitmişəm ki də çox ziyandır kravatın yanında radiatorun olmağı. Hələ ki yatan yoxdur deyə bu dərəcədə çox narahat deyiləm, amma gələcək üçün əslində onu dəyişməyə planlayıram. Ona görə də sizin əgər bir fikriniz varsa bu otaqla bağlı, radiatorla bağlı, siz də mənə yazın, mənim üçün də bir fikir olsun. Qızımın otağını da bitirdikdən sonra keçirəm kuxnaya. Kuxnada axşamdan yuduğum qablarımı yığıram. Bilmirəm sizdə də belədir yoxsa yox. O qədər qab yığılır ki bizdə. İnanırsınız 3 nəfərik də evdə. Demək olar ki bütün boş qablar, bütün stəkanlar, bütün demək olar ki hər şeydə, yəni qablar, qaşıq, çəngəl hamısı işlənir bir günün içində. Bilmirəm ki niyə belədir. Bəlkə də əlimiz öyrəşib, bilmirəm. Yəni ona görə biraz qablarımı həmişə yuxarıda az saxlayıram. Əlimə çox gəldikcə hər dəfə də işlədirəm. Ta ki yığılana kimi yığıram, ondan sonra təzədən yuyuram. Ona görə də bizdə həmişə qab dolu olur. Yumağa qab dolu olur. İnşallah planımda var. Qab yuyan almalıyam bu yaxınlarda. Qab yuyanı da Allah görək bu ev biraz adam vidrinə düşür ya yox. Ay qız, ev təmizə çıxmır ay bacı. Ev təmizə çıxmır. Oradan yığışdırıram, o bir otaq çirklənir. Bu bir otaq yığışdırıram, o bir otaq çirklənir. Bilmirəm ki, neyiniyim. Əslində insan tək olanda evin təmiz saxlaya bilirmiş. Yəni mən fikir verirəm, insan tək yaşayanda hər şey düzənli olur, nə bilim, hər şey yerində olur, öz tökdüyünü özün yığışdırırsan. Amma evdə əlavə adamlar olanda, o ki sən yığışdırırsan, məsələn, indi düz deyim, mən də töküb dağıdanam. Amma məsələn başqası da onu töküb dağıdanda lap da belə necə deyim, çoxalır o iş. Ona görə mən özümü yormamağa çalışıram. Deyəndə də gülürsünüz, amma həqiqətən özümü yormamağa çalışıram. Yəni hamının dalınca qaçım, hamının tökdüyünü yığışdırım eləyim. Yəni bunları eləsəm mən özümə vaxt ayıra bilmərəm. Öz necə deyim, sevdiyim işlə məşğul ola bilmərəm. Ona görə biraz boş vermişəm. Boş verməsəm bəlkə də titiz olaram mən də və titiz olmaq istəmirəm. Nə yalan deyim, belə yaşamaq mənə daha rahatdır, belə yaşamaq xoşdur mənə. O gün qızım nənəsigildə qalmışdı. 1-2 gün nənəsigildə qaldı. İnanırsınız, yəni yoldaşım da işə gedirdi, gəlirdi. Yəni ev o qədər tərtəmiz qalırdı. İnsan darıxırdı evdə ki, durum mən neyiniyim, hara gedim, nəsə eləyim də. Yəni o dərəcədə iş olmur. Ona görə indi şükür Allaha, Allah təcə bütün evlərdə istəyən hər kəsə uşaq qismət eləsin, bütün evlərdən uşaq səsi gəlsin. Tək onlar canı sağlam olsun, tək onlar var olsun, onlar töksün, eybi yox, biz yığışdırarıq. Yəni mənim fikrimcə mən yığışdıraram və hər dəfə də o tökdükcə yığışdırıram, xoş olur mənə. Nəysə, nə başınızı ağrıdım, buradakı qablarımızı zadımızda yığdıq, yuduq. Deməli, keçən dəfə nə danışım sizə? Qızımla çıxdıq biraz metro tərəflərə, o tərəflərdə biraz işim var idi. Hava da normal idi, biraz sərin idi. Qızım əynindən jaketi çıxartdı və jaketsiz getmək istəyirdi, qısa qol kofta ilə. Nəysə biz gəzirdik, gördüm qarşıdan bir dənə nənə gəlir və üzündən baxanda bilinir ki, nənə rusdur. Gördüm ki, bizə belə yaman baxa-baxa gəlir, keçir. Nəysə gəldi, dayandı yanımızda. Gördüm ki, sözü var da. Başladı ki, nəsə rus dilində danışır. Mən də başa düşmürəm, hə eləyirəm, yola verirəm. Nəsə danışır oradan-buradan. Tutdum oradan sözün ki, deyir ki, ana xolodna, nəsə belə bildim ki, uşağı göstərir. Deyir ki, ona soyuq olardı, əynin geyindir, zat belə heylə. Bacınız da rus dilində çıtlayır axı. Dedim ki, нет, ana не любишь jaket deyib, belə yoluma davam eləmək istədim. Gördüm ki, yox, nənənin içi dolu deyib, belə danışmaq istəyir. Hə eləyirəm, gülümsüyürəm, üzünə baxıram. Gözləyirəm ki, qutarsın. Buna deyim ki, mən rus dilində bilmirəm də. Nənə də danışdıqca yadıma sala bilmirəm ki, rus dilində nənəyə deduşka deyirdilər, nenuşka deyirdilər. Ay Allah, indi gəlmişəm telefonda baxıram ki, babuşkaymış. Ay Allah, telefona baxandan sonra o qədər utanmışam ki, deməli nənəyə deyirəm ki, deduşka, я не понимаю русский язычно. Пожалуйста, говоришь azərbaycanski yazıq. Zat belə elə danışıram, görürəm ki, yazıq arvad durub belə üzümə baxır, hə eləyir, çıxdı getdi. Sonra gəldim evdə o translate yerinə baxıram ki, babuşkaymış, sən demə nənə. İnarsız o qədər utandım. Dedim ki, Lalə, Füsuyeyi rus dilində öyrənməlisən. Gətirdim yalandan 1-2 dənə sözləri, lüğəti zadı ki, qabağıma qoydum ki, güya biraz öyrənəm də, heç olmasa söz ehtiyatımı artıram.
İnarsız belə evdə öz-özümə danışanda, fikirləşib danışanda indi bir təhər adam özün sudan quru çıxarda bilir də. Amma biri ilə oturub danışam, biri ilə üzbəüz duram danışam. Bildiyim də yadımdan çıxır. Bilmirəm sizdə də belədir yoxsa yox. Güya mən ingilis dilində yaxşı bilirdim də o vaxtda. Qabağıma bir dənə turist çıxsın, ingilis dilində nəsə soruşsun. İnarsız dilim topuq vururdu. Danışa bilmirdim. Bilmirəm həyəcanlanırdım yoxsa bilmirəm nə idisə. Danışa bilmirdim. Neyse beləncə bir utancaq bir hadisə başıma gəldi. Dedim sizlərə də danışım. Hello. Burada da qızım bayaqdan məni gözləyir. Deyir ki, gəl, sənə sürprizim var. Gəldim ki, biraz televizorun yanan ortalığı təmizləyib, sağ olsun mamasının balası. Öpdüm, qucaqladım, elədim. Nəysə gəldim, burada divanımın üstünü təmizləyirəm. Buradakı iplərimi sizə demişdim də, mən oturub burada ip toxuyuram. Ona görə həmişə burada iplərim olur. Baxın, bu sumkama, bunu mən toxumuşam, yay üçündür. İnşallah dənizə gedəndə istifadə eləyəcəm. Onun bağlama yerini taxmamışam, ona görə onu da kloka qoydum ki, mağazaya gedəndə ona bağlama yeri alam, onu taxam, o cür istifadə edəyəm. Çünki hələ ki yarımçıq kimidir. Burada iplərim çox olur və o ipləri hələ ki mən yığışdırmıram. Çünki yığışdıranda yadımdan çıxır, qalır. Ona görə elə gözümün qabağında qalır ki, hər dəfə gəlib oturanda, bekar olanda onları toxuyam. Son vaxtlarda qardaşımın qızlarına, nə bilim, baldızımın qızlarına papaqlar toxudum. Bura baxın siz Allah, inarsınız. Görün nə gündədir. İndi qızım sağ olsun biraz televizorun qabağını hələ səlqəyə salıb, karandaşları, nə bilim, kəsdiyi kağızları biraz səlqəyə salıb. Amma digər ki, keçintilər, o qırıntılar gəlib, keçirməyən belə burada yiyir. İndi deyəcəksiniz, niyə icazə versən? Uşaqdır da, icazə verirəm. Daha o da töküb dağılır, sağ olsun. Neyse, biraz buraları belə səlqəyə salıram, posturanlayıram. Xalçam çirklənəndə elə vidda olur ki, o ki, xalçanı xalça yumaya göndərirəm. İnarsız utanıram. Gəlirlər də evin içində açırlar xalçaya, baxırlar, şəklini zaten çəkirlər. Ölü bir yerə girəm ki, ay qız, bu nə xalçadır, bunu verirsən xalça yumaya da, yəni nə vidda verirəm. Üstün başını nə qədər mən özüm silib təmizləyirəm, amma yenə də təmizə çıxmır. Qızım da məndən betər, sağ olsun, töküb dağıtmaqda belə üstünə yoxdur. Deyir anasına bax, qızını al. Amma bu məsəl qızımla mənə aid olsa da, mənlə mamaya aid deyil. Bilmirəm, yəni kim oxşamışam da belə tör-tökündü olmaqda. Xalalarım, bibilərim, mamam, nə bilim, qaynanam, heç kim belə tör-tökündü deyil. Arada inarsız belə videolar çəkib paylaşanda mama əsəbləşir. Deyir o tör-tökündünü az çək paylaş. Deyir ki, heç olmasa nəsə paylaşanda da biraz evi əl gəzdir, ondan sonra paylaş, bala. Deyirəm ki, yox mamıçqa, mən heyl eləsəm, onda mən olmaram da. Yəni mən artistlik eləyərəm orada. Necə mən özüm kimi olmaram. Gərək mən necəyəmsə o cür izləyicilərimə də özümü göstərim, səmimiliyimi göstərim. Yəni valla mən videolarımda bəlkə də bilmirəm, hiss eləməm. Siz çoxsu düzdür, yazırlar hiss elədiklərin. Yəni mən necəyəmsə həyatda, videoda da o cürəm. İstəmirəm kameradan, yəni video çəkməzdən əvvəl mən evi təmizləyəm. Yəni evi təmiz formasını sizə yalandan orasını təmizləyib sizə elə çəkəm. İlk gündən necəyəmsə o formada da videolar çəkirəm. O formada sizlə danışıram. Neçə ay idi ki, ev vlogları çəkəndə divanımın altını təmizləmirdim. Xanımlardan bir ikisi yazmış ki, divanınızın altını heç təmizləmirsiniz. Nə yalan deyim, bunu da ildə 1-2 dəfə təmizləyirəm. Yəni baxın görün nə gündədir, düzdür. Yəni çoxunuz qınayacaqsınız, amma 4-5 aydan bir, nə bilim, belə də, yəni ürəyim istəyəndə buranı təmizləyirəm. Burada qızım çox oturub peçeniyə, nə bilim, nəsə bir şey yeyib eləyir. İndi uşaqdır da, bəzən eləmə desəm də, bəzən də heç nə demirəm. Gəlib oturur, sağ olsun, yeyir, içir, eləyir. Nə bilim, yoldaşım axşamlar arada bir simiçka çıtlayır. Buralar belə pis günə düşür. Oranı da gözləyirəm, 4-5 aydan bir təmizləyirəm. Yəni tez-tez təmizləmirəm, nə yalan deyim buranı.
Mən əkizlər bürcü olduğum üçün biraz bəzən tez bezirəm bəzi əşyalarımdan. Bu divanı da o vaxtı düzdür, bunu da 7 ildir artıq işlədirik. Artıq həm rəngindən, həm biraz yumşalıdır qubqası falan. Ona görə artıq biraz bezmişəm. Çox istəyirəm ki, bunu da gələcəkdə dəyişəm. İnşallah Allah qismət eləsin, çoxlu pul yetirsin. Baxıram ki, evdə nə qədər şey dəyişməliyəm. Hamısı da pullandır da, yəni pulsuz heç nə yoxdur. Ona görə birinci arzum Allah çoxlu pul qismət eləsin. Bunların hamısını kim nə istəyirsə, evində dəyişiklik etmək istəyirsə, ürəyincə dəyişikliklər eləsin. Elə mənim özüm də gələcəkdə bunu dəyişərəm. Biraz daha açıq rəng götürərəm. Həm də baxın belə, yəni əlin ləkəsi belə qalır da. Ləkə deyil, sadəcə belə materialı belə qəribədir deyə əlin izi belə qalır bunun üstündə. Ona görə heç vaxt tərtəmiz görsənmir bu divanım. Düzdür, rəngim falan bəyənməsəm də, əslində rahat divandır. O vaxtda alanda da yumşaq mebel idi də, yəni bərk deyildi. Yumşaqlığına görə biz bəyənib aldıq. İndi də elə o yumşaqlığını hələ də qoruyub saxlayır. Bilirəm, indi çoxlarınız o divanın üstünü qaldıranda, divanın altını görüb heyrətlənirsiniz. Mənim özüm də sözünüzü bu qədər gözləmirdim. Biraz daha çox çirklənib elə bil. Amma da əldən də heç nə gəlmir. Dediyim kimi, yəni kamera arxasında buranı təmizləyib çəkmirəm. Elə nədirsə odur. Bu divanın da çıt-çıt yerinə nəsə dəyib belə tükçüklər olmuşdu. Güya gətirdim oranı da şotka ilə təmizləyəm. Şotkanı neçə yerdə işlətmirəm deyə şotkada çürüyübdü. Gətirdim o eləyəm. Şotkanın da bütün üstünün tüklərimi deyim, nədirsə onlar da elə çürüdü, töküldü. İndi təzədən buranı belə toz-soranla təmizləməyə çalışıram. Videonu çəkəndən sonra baxıram, deyirəm ki, əslində o qədər də çox iş görməmişəm də. Amma inarsız o qədər yoruluram. Bilmirəm, təkcə məndə mi belədir, yoxsa hamı belədir. Mən bəlkə də çox iş görmürəm deyə biləyəm. Yəni öyrəşməmişəm də çox iş görməyə. Bir damcı eləyən kimi çox yoruluram. İnarsız tənginəfəs oluram, pis günə düşürəm. Ona görə ev işi görəndən sonra dayana çalışıram eləyəm. Yəni hər gün eləmirəm. Divanımızı da bitirdikdən sonra, nəhayət ki, divanımız bitdi. Divanı bitirdikdən sonra çevrilirəm kameranın bura. Stolun üstünə baxın nə gündədir. Yəni söz tapmıram da danışmağa. Nəysə, paltarlarımız var idi. Paltarları şulkadan götürüb qoymuşam bura ki, Allah qoysa bunları qatlalayaram, yığaram yerinə. Ütülənəsiləri də ütüləyərəm. Burada qızımın yenə dəftər, qələm, kitabları var. Bunları biraz səlqəyə salıb götürürəm. Keçən dəfə bir xanım yazmışdı ki, bunları niyə yemək stolunda eləyirsiniz? Mənim qızımın yazı stolu artıq yoxdur. Əvvəllər var idi. Amma oturmurdu orada. Həm də belə rahat deyil idi onun üçün. Ona görə o artıq yoxdur. Onu qoymuşduq balkona. İndi inşallah yenisini almağı planlayıram. Yenisini alanda da daha elə bil həm balaca bir şey almaq istəyirəm ki, hər yerə, istədiyim yerə daşıya biləm. Həm onun öz otağına, həm qonaq otağına, yəni hara istəsə rahatlıqla daşıya biləm. Ona görə hələ ki qızımın yazı stolu yoxdur və burada məcbur oluruq, yemək stolunda yazırıq. Axşamdan dərslərimizi yazıb bitiririk və axşam gec olduğu üçün, gec olduğu deyəndə ki, yəni qızım dərsini eləyir, təxminən 9-10-un yarısı belə bitirir. Ondan sonra da mən buranı artıq təmizləmirəm ki, sabahlarımı eləyərəm. Ona görə elə gedirəm, onu rahatlayıram, eləyirəm, yatırıq, eləyirik. Sabahlarımı onu dərsə göndərəndən sonra artıq rahat ev işini görə bilirəm rahat. Ona görə yəni özümü axşamdan adam var ki, axşamdan evi təmizləyib yatır. Mən elə deyiləm. Yəni heç vaxt belə eləyəməmişəm ki, axşamdan evimi təmizləyib yatım. Bilmirəm niyəsə axşamlar istəyirəm ki, biraz istirahət eləyəm. Burada da qızımın stola yapışdırdığı skoçları çıxardıram və stolumu silib təmizləyirəm. Otaqları bitirdikdən sonra nəhayət ki, keçirəm
hamam otağına. Hamam otağına keçəndə həmişə hamı məni qınayır və oradan asılan məşhur göy dəsmalını görürsünüz. Bəli, mən hamam otağımı onunla təmizləyirəm. Çoxu təmizkarlar indi gəlib mənə yenə də nəsə irad bildirəcəklər. Eybi yox, qoy bildirsinlər. Mən öz bildiyimi eləyəcəm. Yəni mənim üçün göy dəsmal tərtəmiz olur. Onu deyirlər, ay unitaza vurdun, ora vurdun, bura vurdun. Mən hər dəfə deyirəm ki, yəni unitazı mən maçalka ilə, nə bilim acı ilə, xlorla tərtəmiz eləyəndən sonra göy dəsmalla onu qurulayıram. Sonra mən onu moykaya vururam. Yəni mən bundan iyrənmirəm. Ola bilər ki, siz iyrənsiz, nə deyim valla. Yəni hərə bir cürdür də. Mənim üçün normaldır bu. Burada mən keçən dəfə qeyd eləmişdim sizə. Hamam otağımda bu otaq, yəni burasında trap yoxdur. Ona görə mən buranı hər dəfə qəşəng belə poşur-poşur yuya bilmirəm. Arada bir ona görə gec eləyirəm də, bir təxminən 4 aydan bir, 3 aydan bir hamam otağını belə qəşəng yuyub təmizləyirəm. Keçən dəfə 3-4 ay dedim, hamı dəli oldu ki, elə bildi elə 3-4 aydan bir hamam otağı təmizləyirəm. Ay qız, 3-4 aydan bir hamam otağı təmizlənər, nə danışırsınız siz? Yəni 3-4 aydan bir buranı yuyub təmizləyirəm, o mənada deyirəm. Amma hər dəfə əlbəttə ki, elə 1-2 gündən bir hamam otağını, moykanı və unitazı da belə başa salım. Moyka və unitazı 1-2 gündən bir təmizləyirəm. Sadəcə o yumaqdır, yeri yumaqdır, duşkabinanın içini təmizləməkdir. Onu 3-4 aydan bir eləyirəm. Əslində çox istəyirəm ki, burada trap olsun. Mən də oranı rahat-rahat hər dəfə təmizləyəndə, hamam otağını təmizləyəndə oranı da belə qəşəng hər yeri yuyam eləyəm. Sudur da şlankla vurursan, sonra da süpürürsən, gedir trapa. Amma məndə o yoxdur deyə çox əziyyət çəkirəm. Nəysə, burada da duşkabinamın təmizliyini indi sizlərlə bir yerdə eləyəcəm. Temudan aldığım bu qubka deyim də sizə bunu. Keçən dəfə sizə göstərmişdim Temu alış-verişimdə. Bunu yoldaşımın dreli var idi. Gətirdim, qoşdum ona. Dedim ki, bəlkə mənim duşkabinamı təmizləsə bu təmizləyər. Yəni bu heç cürə masalka ilə, əlimlə sürtməklə təmizə çıxmır. İnansız, mən nə qədər qol gücü ilə eləsəm də, bu duşkabinanın içi, şüşələr deyirəm də, əsas təmizə çıxmır. Ona görə belə bir çarə tapdım. Bu vor maşınımı deyim, drelmi deyim, nəsə də buna qubkanı qoşdum, bundan elədim. Valla yaxşı təmizlədi. Düzdür, elə drelin özü də ağırlıq verir adamın qoluna. Bir müddətdən sonra ağrıdır. Amma yəni əllə, maçalka ilə onu ərpi təmizləyənə qədər, amma heç o ərpdə tam təmizə çıxmır. Onu eləməkdənsə, belə eləmək mənə daha rahat gəldi. Bu cür elədim, su ilə də belə yuyuram, sonra 1-2 dəfə yenə təkrar eləyirəm. İndi hər dəfə orasını çəkib paylaşmıram. Sonra suyun axdıqdan sonra da dəsmalla qurulayıram. İndi ola bilər ki, burasında biraz su ləkələri qalsın, amma əsas odur ki, təmizə çıxsın. Yəni əvvəl nə gündə idi də, indi özünüz də gördünüz. Sonra digər şüşələrə keçirəm. Buranı da bu cür vor maşınla təmizləyirəm. Bu aparatla hətta duşkabinanın aşağısındakı o saralmış yerləri belə, oradakı o qara yerləri belə çox rahatlıqla aparıram. Yəni özünüz də görürsünüz, yerə tökülən o qaraları çox qəşəng çıxartdı. Əslimdə ərənməsəydim, gedib sprey şüşəsi gətirərdim, böyük sprey şüşəsi. O çöpüyü tökərdim onun içinə, onunla eləyərdim. Hər dəfə vor maşını ora sağ çıxart, alınmır. Burada axıra yaxın idi, vandanın suyunu götürdüm, tökdüm bütöv şüşənin üstünə və belə daha rahat imiş. Başladım buranı da, bu axırıncı şüşədir, 3 dənədir. Bizdə axırıncıları da bu cür sildim, təmizlədim. Və görürsünüz, burada artıq drelin baterikası bitmişdi. Getdim onu təzələdim. Və burada aşağılardakı saralmış yerləri bilmirəm, videoda görürsünüz yoxsa yox. Yəni onu bu drellə çox rahatlıqla təmizləyə bildim. Çox qəşəng şey arayırmış. İndən belə elə gərək bundan eləyəm. Bu cür su ilə də axıtdıqdan sonra 1-2 dəfə də üstündən gedirəm və təmizə çıxardıram. Bu belə rahat oldu.
Qızlar, krantlardakı su ərpini belə məndə Slim Bank'in spreyi var. O çox qəşəng aparır. Krantlarda və s. belə yerlərdə aparır. Amma digər ki, onu duş kabinanın şüşəsində aparmır da, yəni ona görə cürbəcür çarələr yoxluyurdum və ən sonda həmin o drellə yoxladım. Ondan da gördüm ki, işə yarayır. Bu cür içərini də təmizlədikdən sonra buranı da süpürgə ilə təmizləyirəm. Biraz suyunu bundan yığıram. Sonra gətirib buranı silirəm. Hələ ki qızlar, məndən bu qədər idi. Düşünürəm ki, inşallah videom xoşunuza gələr. Videom xoşunuza gəldisə, videomu bəyənməyi və kanala abunə olmağı da unutmayın. İnşallah gələcəkdə yenə videolarım olacaq. Bəzi videolarımda səssiz, danışmadan, tam belə ASMR şəklində çəkəcəm. Çünki hər dəfə danışmaqla alınmır. Editləyəndə, eləyəndə çox əziyyət çəkirəm. Bəzilərində fikirləşirəm ki, danışmadan sadəcə səsli videolar paylaşaram. Hələ ki, məndən bu qədər idi. Siz istəsəniz videoya sona qədər baxa bilərsiniz. Sağ olun, hələlik.